Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Sabah Ramazan ayının 11-ci günüdür. Qafqaz Müsəlmanlar İdarəsinə verilən məlumata görə Ramazan ayının 11-ci günü, yəni martın 11-də imsak vaxtı saat 05:33-də, iftar vaxtı isə 18:57-dədir. İmsak duası. Allahım, ehsan və yaxşılıq etməyi bu ayda mənə sevdir. Məndə əyrilik və itaatsizliklərə qarşı ikrah yarad. Qəzəb və alovlanan odu mənə haram et. Yardım etməyimə xatir. Ey kömək istəyənlərin dadına çatan. Amin. İftar duası. İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla. Amin. Allah orucumuzu qəbul etsin. Amin.